İlk önce hamını salamlayıram. Panelin son prezentasiyası olarak bu çıxışımı başlamaq istəyirəm. Mənim çıxışımda miyelodisplastik sindromda dəmir yüklənməsi və xelator terapiyanın roludur. Çalışdığım qədərilə vaxtı da nəzərə alıb biraz bəzi mövzuların üzərindən sürətli keçəcəm. Miyelodisplastik sindrom ən az bir hüceyrə xəttində displaziya və həmçinin sümük gedən və sümük iliyində yetişməkdə olan hüceyrələrin natamam və ya keyfiyyətsiz yetişməsi ilə və sitopeniyalarla xarakterizə olunan sümük iliyinin heterogen bir qrup xəstəliyidir. Öncə bildirdiyim kimi burada sitopeniyalarla xarakterizə olunur və bu sitopeniyaların içərisində də ən çox anemiyalar daha çox rastlanır və bu belə deyək, miyelodisplastik sindromun müalicəsində son illər həm müalicəsində, həm diaqnostikasında yeni skorlama sistemlərinin daxil olması və həmçinin arenaya yeni müalicə dərmanların gəlməsinə baxmayaraq dəstək müalicələrinin də rolu danılmazdı. Belə ki, dəstək müalicələrin içərisində də transfuziyanın rolu vardır. Lakin transfuziyanın rolu olsa da bu müalicənin belə deyək, yan təsirləri də vardır. Əsas yan təsirlərindən biri də dəmir yüklənməsidir. Çalışdığımız qədər transfuziya zamanı həm dəmir yüklənməsinə nəzarət olunması, həm də bunun yaratdığı fəsadların aradan götürülməsinə şərait yaratmaqdır. Onu da qeyd edeyim ki, dəmir yüklənməsi orqanizmdə bir çox orqanlarda özünü göstərməkdədir. Yəni burada əsas olaraq ürək, başda ürək olmaqla qaraciyər və endokrin orqanlarda və həmçinin öz təsirini göstərir və həmçinin də infeksiyon xəstəliklərə meyillikdə də özünü göstərməkdədir. Onu da qeyd edeyim ki, dəmir yüklənməsi zamanı burada həmçinin leykemik transformasiyada müəyyən bir şərait yaradır. Miyelodisplastik sindromda düzdür, müalicəsinin risk qrupasında iki qrupa bölmək olar. Aşağı risk qruplu və yüksək risk qruplu bölmək olar. Aşağı risk qrupuna deməli IPCC-R skorlama sisteminə aid olaraq çox aşağı və həmçinin orta risk qrupa olan xəstə qruplara aiddir. Yüksək risk qruplasına isə burada yenə IPCC-R skorlama sistemində yüksək və orta və yüksək risk qruplu xəstələr daxildir. Müalicəsində mən düzdür, əsas müalicəyə çox ciddi yer verməyəcəm, amma qısa bir üzərindən keçəcəm. Burada dediyimiz kimi aşağı risk qruplu, yüksək risk qruplu xəstələr var və ona uyğun olaraq da müalicəsi həyata keçirilir. Mən belə deyək, bu xəstəliyin istər diaqnostikasında, istər müalicəsində keçdiyi yolda qısa bir göstərən bir şəkildir. Son illər arenaya duspaterseptin və daha sonra immunotestlatın və digər yeni molekuların gəlməsi ilə xəstəliyin həm proqnozunda, həm ümumi sağ qalımında, həm də burada anemiyaların transfuziyadan asıllığında da getdikcə azalma müşahidə olunur. Bununla yanaşı olaraq bir də mən burada bildirmək istəyirəm ki, IPCC-R skorlama sistemində hemoqlobinin miqdarının skorlamada rolunu göstərilir, amma çıxışımın növbəti hissəsində isə burada transfuziyadan asıllığın da proqnoza təsirini vurğulayacağım. Gördüyünüz kimi burada aşağı risk qruplu medisi xəstələrində müalicəsində ümumi bir sxemdir. Burada anemiyanın və digər, məsələn, trombositopeniyalı və ya neutropeniyalı xəstələrin idarə olunmasında müxtəlif dərman qruplarını qeyd edilir. Mən daha çox anemiya üzərindən irəliyəcəm. Burada biz eritropoyetindən tutmuş, luspaterseptdən tutmuş və digər yeni molekulların adları çəkilir. Lakin buna baxmayaraq bəzən transfuziyada
qaçınılmaz olur. Bu gördüyünüz şəkil NCCN-in ən son buraxılışından verilir. Burada da dəstək müalicəsində bir çox yerlərə toxunulur və mənim burada əsas vurgulayacağım şey transfuziyanın, eritrosit transfuziyasının rolu və daha sonra isə onun əlavə təsir olaraq dəmir yüklənməsinin qarşısını almaq üçün dəmir xelator müalicəsinin hansı dozda və nə vaxt başlanması barədə məlumat verilir. Ümumiyyətlə, eritrosit transfuziyasından asıllıq bu son skorlama sistemlərinə daxil edilməsi proqnostik olaraq dəyərləndirməni artıra bilərmi, yoxsa yoxmu? Bununla əlaqədar olaraq 214 xəstəli, 213 mərkəzdən 214 xəstənin analizinin, retrospektiv analizi nəticəsində IPCC-M skorlama sistemində yüksək risk qruplu MDS xəstələrinin ümumi survivorunu dəyərləndirilmişlə sağ qalmır. Normalda, məsələn, 1.6 il olsa da transfuziyadan asılı olan zaman, asılı olan xəstələrdə isə bu ümumi survivor 1.3 ilə düşmüşdür. Demək ki, orta dərəcəli yüksək və çox yüksək IPCC-M skorlaması olan xəstələrdə transfuziya asılılığı da ümumi sağ qalmaya negativ təsiri göstərməkdədir. Bayaq anemiyadan danışdıq, amma anemiyanın burada MDS-li xəstələrdə ümumi sağalma təsiri burada ümumi olaraq 1300, təqribi 1344 xəstənin üzərində araşdırma aparılmışdır. Yekun nəticə olaraq deməli kişilərdə hemoqlobinin 9 qram desilitrdən aşağı olması, qadınlarda isə 8 qram desilitrdən aşağı olması ümumi sağalma ciddi dərəcədə negativ təsir göstərir. Bu da proqnostik olaraq negativ yöndə təsir göstərir. Daha sonra, bəs transfuziyadan asıllıq nə deməkdir? Ümumi bunu da barədə məlumat vermək istəyərdim. Ay ərzində minimum 2 transfuziya alan gərəkdirən xəstədə il ərzində 20-dən üzərinə 24-30 arası eritrosit kütləsi ehtiyac olur və ya alınmış olur. Bu da orta dərəcəli bu asıllıqdır. Lakin yüksək dərəcəli asıllıqda ən azı ayda 4 eritrosit kütləsi alan xəstə və bu il ərzində 40-ın üzərində eritrosit kütləsi olur. Ümumiyyətlə, bu indi il qavramı biraz nismidir, amma bəzən olur ki, xəstə bunlardan da daha çox 20-30 arası və ya 40-ın üzərində eritrosit kütləsinə məruz qalır. Və bu məruz qalma xəstədə ciddi sürətli dəmir yüklənməsinə gətirib çıxarır. Nəzərinizə çatdırmaq istəyirəm ki, bir eritrosit kütləsinin köçürülməsi zamanı 250 mg dəmir insan orqanizminə yüklənir. Və 20 vahiddən çox əgər dəmir yüklənməsi olarsa, ən azı 5 qram və ya 5000 mg miqdarında dəmir orqanizmdə yüklənmiş olur və orqanizmin də ehtiyatını bilirik ki, ümumi dəmir ehtiyatımız 3-5 qram, yəni 5000 mg ehtiyatı vardır. Əgər bu transfuziya ehtiyacı 20-nin üzərində ya 40-ın üzərində keçərsə, artıq bu 12 qrama qədər qalxmış olur. Bu da orqanizmin nə dərəcədə dəmirlə yüklənməsini göstərir. Mən bu şəkil miyelodisplasiya sindromunda dəmirin onsuz da həm anemiyanın, həm də anemiyadan sonra transfuziya nəticəsində dəmir yüklənməsinin bir kör döngü yaratmasına gətirib çıxarır. Bu da ümumi survivor'a, yəni ümumi sağalmanı azaldır. Və müalicəmizdə də əsas hədəf isə həmin bu kör döngünü, yəni həm dəmir yüklənmə, həm anemiyanın çalışırıq ki, anemiyanın qarşısını alaq və həm də transfuziyadan asıllığı azaldaq. Bunun nəticəsində areniya, məsələn, istər eritropoyetin və ya digər yeni müalicələrin luspaterset və imateslat və digər yeni dərman vasitələri vasitəsilə çalışılır ki, bu transfuziyadan asıllıq azaldılsın. Bu isə MDS-in patogenizində dəmir yüklənməsini bayaq dedim, amma biz miyelodispasiya sindromu patogenizində müxtəlif mərhələləri görürük. Dəmirin artıq kök hücrə səviyyəsində, kök hücrənin sümük ilində kök hücrə mutasiyasına və genomda qeyri-stabilliyə belə təsir edir. Və daha sonra onsuz da zədələnmiş sümük ili stromasına dəmirin bir daha da təsirin nəticəsində sümük ilində olan prosesləri daha da gərginləşdirməyə səbəb olur. Bu orqanizmdə dəmir mübadiləsinin ümumi göstərən bir sxemdir, lakin mən həm MDS-də dəmir mübadiləsindən ziyadə MDS-də
Bildiğimiz kimi dəmir müharibəsində hepsidinin, ferroportin, hepsidin kimi zoalların böyük rolu vardır. Və həmçinin dəmirin daşınmasında transferin adlı zoal da iştirak edilir. Və dəmir əgər transferinlə doyandan sonra artıq dəmir yüklənməsi sərbəst dəmir radikallarının əmələ gəlməsinə və sərbəst dəmir radikalları da bir çox orqanlarda öz izini buraxır. Və bildirmək istəyirəm ki, sərbəst dəmir həm hüceyrə səviyyəsində, mitoxondriyada, hüceyrə membranında, proteinlərdə və DNT-də öz mutagen təsirini göstərir. Bundan əlavə olaraq, bəs MDS-də dəmir yüklənməsinin burada yekun olaraq bildirmək istəyirəm ki, tək transfuziya yox, həmçinin də qeyri-effektiv eritropoiz də burada böyük rol oynayır. Qeyri-effektiv eritropoizdə bu həm HIF2 alfanın, həm supress olmuş hepsidinin, həmçinin süni liyində sintez olunan eritropoetinin burada böyük rolu vardır. Belə ki, hepsidin burada supressiya olunan zaman, həmçinin HIF2 alfanın da sintez olunan zaman burada nəticəsində qeyri-effektiv eritropoiz yaranır və nəticədə dəmir hüceyrədə dəmir yüklənməsi və həmçinin reaktiv dəmir radikalları əmələ gəlir. Reaktiv dəmir radikalları da bu öz növbəsində ürəkdə, qaraciyərdə, sümüyün özündə və həmçinin genomda belə öz izini göstərir. Bəs dəmir yüklənməsinin sağ qalım üzərində təsiri necədir? Dəmir yüklənməsi daha çox, belə deyək, aşağı risk qrupasına malik refraktiv anemiyada, Ring sindromu refraktiv anemiyalı xəstələrdə və həmçinin SF3B1 mutasiyalı olan MDS-li xəstələrdə daha çox müşahidə olunur və bununla əlaqədar olan bir çox tədqiqatlar aparılmışdır. Məsələn, SANS və əməkdaşlarının apardığı tədqiqatlarda ümumi sağ qalımına həmçinin kəskin yolu bu öğüt leykoza keçmə riskinin bir proqnostik dəyərdə olduğunu göstərilmişdir. Biz aşağı riskli MDS-li xəstələrdə transfuziya asıllığının proqnoza təsirində, məsəl üçün, Makovetov və əməkdaşlarının göstərdiyi tədqiqat nəticəsində transfuziya ehtiyacı artdıqca ümumi survivor azalır və həmçinin ondan sonra leykemiyasız sağ qalma müddətinin də azalmasını və həmçinin progressionsuz sağ qalma müddətinin də azaldığını göstərir. Və bundan əlaqədar olaraq Svart və əməkdaşları tərəfindən həmçinin apardığı tədqiqat nəticəsində PFS-də də transfuziya intensivliyinin progressionsuz sağ qalma təsiri göstərilmişdir. Belə ki, bu qrupda 28%-dən orta və yüksək yükü olan xəstələrdə isə 39 və 48%-ə qədər yüksəlmişdir. Bəs yeni arenaya çıxan yeni müalicələr, hansı ki luspatersev və digər yeni müalicələr aşağı riskli MDS xəstələrində transfuziya asıllığını azalda bilərmi? Bu qrafik Əşin 2024-cü ildəki bu təzə şeyindən götürülmüşdür. Bu 2007, məsəl üçün, birinci qrafikdə 2007-ci ildə ümumi survivor'ın transfuziyadan asılı xəstələrdə ümumi survivor'ın məsəl üçün 34%-ə qədər daha aşağı olduğu, lakin nisbətən transfuziyadan asılı olmayan xəstələrdə isə 30 üzərində olduğu göstərilmişdir. Lakin 2024-cü ildə aparılan 1136 xəstə üzərində aparılan bir tədqiqat nəticəsində 5 illik ümumi sağ qalımı öyrənmişlər. 5 illik ümumi sağ qalım artıq 34%-dən 66%-ə keçmişdir. Bu deməkdir ki, arenaya yeni çıxan dərmanlar artıq transfuziya ehtiyacını getdikcə azaltmaqdadır. Və gəlin, bəs dəmir yüklənməsi yoxlanmasında bir çox testlərdən istifadə olunur. Bunu hamımız aşağı-yuxarı bilirik. Ferritindir, transferin saturasiyasıdır və sadə üsulla köçürülən eritrosit kütləsində olan dəmirə ehtiyacını, miqdarını və daha sonra isə bundan əlavə olaraq skvit müayinəsi, hansı ki sonra qaraciyərdən və qaraciyərin və ürəyin MRT müayinəsi vasitəsilə dəmir yüklənməsini, orqanizmdə dəmir yüklənməsini yoxlayırıq. Bəs dəmir yüklənməsinin dərəcələnməsi necədir? Dəmir burada 4 dərəcəyə bölünür və ən belə deyək 500 və 1000 arası olan ən yüngül hesab olunur və hər ağır dərəcə isə ferritin səviyyəsinin 2500-ün üzərində olması daha ağır dəyərləndirilir.
Bəs ferritin səviyyəsindən asılı olaraq ümumi sağalma təsiri necədir? Burada da Makovet və əməkdaşlarının apardığı araşdırma nəticəsində refrakter anemiyalı, ring sidroblastı refrakter anemiyalı, 5Q sindromlu olan xəstələrdə serum ferritinin 1000 mikroqram litrdən yuxarı hər 500 mikroqram litr artdıqca ümumi sağalım faizi azalır. Biz fikir versək, ən aşağıdakı narıncı qrafikdə 2500 ferritin səviyyəsi 2500 olan zaman artıq ən aşağı sağalma malikdir. Lakin bu çox şaxəli displaziyalı olan xəstələrdə, mielodisplastik sindromu olan xəstələrdə nisbətən bu qrafik özünü çox da doğrultmur və onun ümumi survivorda həqiqilik payı nisbətən digərinə nisbətən azdır. Və həmçinin bundan əlavə olaraq, baxmayaraq ki, qaydalaynlarda ferritin səviyyəsini daha çox ön plana çəkilir. Bununla yanaşı olaraq son aparılan tədqiqatlarda transferin saturasiyasının da ümumi sağalma təsiri göstərilmişdir. Belə ki, burada 3 qrupa bölünmüşdür. Transferin saturasiyası 50%-ə qədər, 50-nin 80% və 80%-nin üzərində olan xəstələr. Belə ki, 50-80% arasında olan transferin saturasiyası da 5 illik ümumi sağalım 43%, 80-in üzərində olan zaman isə ümumi sağalım 17% olmuşdur. Bildiyiniz kimi, mən dedim ki, mielodisplastik sindromda orqanizmdə öz təsirlərini göstərir. Təbii ki, birinci ürək damar sisteminə, qaraciyərə, infeksiyon xəstəliklərdə tutulma riskinə, meyilliyinə və həmçinin eritropoyezə və leykogenezə təsiri vardır. Ürək damar sistemi haqqında qısa bir məlumat vermək istəyərdim ki, aşağı riskli mielodisplastik sindromlu xəstələrdə leykemiyadan kənar ölümlərin ən çox səbəbini təşkil edir və ən çox ağırlaşmalar da aritmiyalar, ürək çaşmazlıqları və s. olur. Və bir də onu da qeyd edeyim ki, bu xəstələrdə dəmir yüklənməsi ürəkdə həmçinin aterosklerozun da əmələ gəlməsinə gətirib çıxarır. Bu da damar endotelində aterosklerotik plakların yaranmasına və lipidlərin peroksidləşməsinə və zərərli radikalların yaranmasına səbəb olur. Və bu xelator terapiyanın tətbiq edilməsi nisbətən ürəklə bağlı ağırlaşmaları səviyyəsində qarşısını almağa qadirdir. Bu qrafik leykemiyadan, transfüziyadan asılı olan aşağı riskli MDS xəstələrində ürək çaşmazlığı leykemiyadan kənar ölümlərin ən çox başında gələndir və bunun da 51% olaraq dəyərləndirilir. Digər bir çalışmada isə aparılan tədqiqatlarda transfuziya alan MDS-li xəstələrdə ürək damar, şəkərli diabet, dispneya, qaraciyər, infeksiyon ağırlaşmaları göstərir. Məsəl üçün, transfuziya alan xəstələrdə ürəklə bağlı ağırlaşmalar 82.4%, transfuziya olmayan xəstələrdə isə 67.1% olmuşdur. Bu da ürək damar sistemi ilə əlaqədar olaraq leykemiyadan kənar ölümlərin ən başlıca səbəbi kimi göstərilir. Məsəl üçün, ən başlıca tam 44.9% MDS AML ilişkili ölümlərdir, amma ondan sonra ən çox gələn isə kardiyak ölümlər 14.5% olaraq göstərilir. Qaraciyər üzərində təsirin üzərində ürəyin dəmir yüklənməsini daha çox tolerə eləyə bilir ürəyə nisbətən və dəmirlə yüklənməsinə ilk məruz qalan orqanlar. Lakin araşdırmalar göstərir ki, qaraciyərdə dəmiri 10 qat artan zaman artıq qaraciyərdə disfunksiya başlayır və fibroza doğru gedir. İnfeksiyon... Tamam. Bəs MDS xəstələrində nə zaman xelator müalicəsinə başlayaq? Burada əsas bir çox qaydalaynlar vardır, amma ən çox birinci slaydın əvvəlində də mən bildirdim ki, NCCN qaydalaynında deyir ki, ən azı xəstə 20-30 eritrosit kütləsinə məruz qalan xəstələrdə və həmçinin davamlı transfuziya alan xəstələrdə verə bilərik və həmçinin ferritin səviyyəsi ən azı ferritin səviyyəsi 2500-ün üzərində olmalıdır və IPCC skorlamasına görə isə aşağı və orta bir riskli xəstələr olmalıdır. Lakin ferritin səviyyəsi MDS fondunda isə daha çox 1000 nanoqram millilitr səviyyəsindən götürülür.
Bəs müalicəmizin hədəfləri nə olmalıdır? Müalicəmizin hədəfləri əsas orqan qorucu müalicədir. Yəni ürəkdə, endokrin və digər orqanlarda müalicə zədələnmənin qarşısını almaqdır. Və həmçinin toksiki dəmir yük radikallarının orqanizmdən kənarlaşdırılması, sağ qalma müddətinin artırılması, həyat keyfiyyətinin artırılması, infeksiyon ağırlaşmaların qarşısının alınması, leukemiogenik transformasiya riskinin azalması və hematopoyezin yaxşılaşdırılmasına xidmət edir. Təsir mexanizmidir. Mən daha çox 3 dərman üzərindən irəliləyəcəm. Deferoxamin və Defasirox, Defaripron. Hər bir dərmanın burada, maddənin burada gedişat yolu və həmçinin dozalanması verilmişdir. Mən burada daha çox qısa bir məlumat vermək istəyirəm ki, Deferoxamində randomizə çalışmalar daha çox beta-talassemiyalı xəstələrdə araşdırılır. Mielodisplastik sindromlu xəstələr üzərində çalışmalar azdır. Və əlavə təsir olaraq qaraciyər enzimlərində artma və mədə-bağırsaqla bağlı olaraq əlavə təsirlər yarana bilər. Və bunu da bildirim ki, deferoxamin biraz gözdə, qulaqda toksiki təsir olduğundan və həmçinin infeksiyalara meyilliyi, yəni Yersinia, zigomitis kimi infeksiyalara meyilliyi artırır. Lakin daha digər vasitəmiz isə Defasiroxdur. Defasirox isə nisbətən yeni çıxmış digər dərmanlardan savayı olaraq nisbətən yeni, daha çox güvənilən dərman vasitəsi kimi göstərilir və mədə-bağırsaqla bağlı, burada da mədə-bağırsaqla bağlı dəridə səpkilər əlavə təsirləri ola bilər. Defaripron da MDS üzərində, burada Defaripronda da MDS üzərində tədqiqatlar nisbətən azdır. Burada da əlavə təsir olaraq aqronovasitoz və qaraciyər enzimlərində artma riski göstərilə bilər. Bəs aşağı riskli MDS xəstələrində tövsiyə olunan xiatr terapiya sxemi Blood 2024 yayından götürülmüşdür. Əgər xəstənin hemoqlobin səviyyəsi normaldırsa, flebotomiya gedilir. Amma təbii ki, bu xəstələrdə artıq anemiya mövcuddur. Burada flebotomiya olmayacaq. Digər əsas məsələ isə böyrək funksiya dəyərləri GFR 40-ın üzərindədirsə, Defasiroxla müalicəyə başlamağı tövsiyə edir. Əgər toksiklik yaranarsa, Defasiroxu dayandırıb, Deferoxaminlə müalicəyə başlamağı tövsiyə olunur. Digər isə əgər böyrək dəyərlərində GFR 40-ın üzərində deyilsə, Deferoxaminlə başlamaq, əgər burada da əlavə toksik təsir başlayırsa, Defaripronla müalicəni davam etməyi tövsiyə olunur. Düsseldorfda və həmçinin Kanadadakı MDS registrində xilatrlarla əlaqədar xilatr və xilatırsız müalicənin ümumi sağlamlıqda olan müqayisəsini, effektivliyini yoxlayıblar. Məsəl üçün, Kanadada aparılan araşdırmada xilatrla olan müalicədə ümumi survivor 8.6 ilə qədər çatmış, amma aşağı riskli qrup xəstələrdir. Xilatırsız 4.4 il olmuşdur. Düsseldorfun aparılan araşdırmada isə dəmirlə xilatr müalicəsində 75 ay olsa, ümumi survivor 75 ay, xilatırsız isə 49 ay olmuşdur. Bu xilatrla aparılan müalicələrin ümumi, belə deyək, tədqiqatların ümumi göstərgəsidir. Mən daha çox burada bir məsələ Leicht və əməkdaşlarının və həmçinin Langmejerin və digər alimlərin tədqiqatlarını göstərmək istəyirəm. Məsəl üçün, Leicht və əməkdaşının 2012-ci ildə apardığı retrospektiv analizdə məsəl üçün, xilatırsız müalicə zamanı 44 ay, müqayisədə 44 ayla məsələn 134 ay və 73 ayla 134 ay, məsələn, xilatr müalicəsi aparılan xəstələrdə 134 aya qədər qalxmışdır. Bu da digər məsəl aparılan tədqiqatlardır. Leicht əməkdaşlarının 2017-ci ildə apardığı tədqiqatda yenə 239 xəstəyə də bu dəfə prospektiv analiz olunmuşdur. Xilatrla aparılan müalicə zamanı 5.2 il olmuşdur. Ümumi survivor 5.2 il olmuşdur.
Bəs araşdırma zamanı digər bir vasitə olaraq Eltromopak da gördüm. Eltromopak haqqında məlumatda biz bilirik ki, bu daha çox trombosepeniyalı xəstələrdə trombopoietin reseptorunun aqonisti kimi istifadə olunur. Lakin bəzi tədqiqatlarda Eltromopakın da xelator kimi istifadə edilə biləcəyini və əhəmiyyətini vurğulanılır. Belə ki, son illərdə aparılan çalışmalar onun Eltromopakın hüceyrə xarici dəmiri bağladığını, qaraciyərdə, ürəkdə, pankreas hüceyrələrində hüceyrəçi dəmiri mobilizə etdiyini və nəticədə reaktiv oksigen radikallarının azaldığını göstərmişdir. Və digər xelator dərmanlarla kombinə verilən zaman hüceyrəvi dəmirin mobilizasiyası sinerji olaraq xelator effekti daha da artır. Bundan əlavə olaraq sümük iliyi yetməzliyi olan xəstələrdə kök hüceyrə funksiyasında sayına və funksiyasına müsbət mənada stimulə edici təsiri vardır. Həmçinin Eltromopakla tək gerçəkləşən dəmir xelatoru hemopoietik kök hüceyrələri üzərində də dedik ki, müsbət təsiri var. Xelator təsirinə əlaqədar olaraq dəmir yüklənməsi olmayan xəstələrdə Eltromopakla aparılan müalicə zamanı dəmir defisitini gətirərkən dəmir yüklənməsi olan xəstələrdə kombinə müalicəsi daha çox faydalı olur. Yəni tək müalicə, əgər xəstədə dəmir müalicəsi yoxdursa, bu dəmir defisinə gətirib çıxarar. Amma dəmir yüklənməsi varsa, daha çox bizə bu effekti göstərir. Lakin bu tədqiqat effektivliyini daha çox dəqiqləşdirmək və xelator xüsusiyyətlərini və həmçinin terapevtik təsirlərini dəyərləndirmək üçün daha çox kliniki çalışmalara ehtiyac duyulur. Sonda məni dinlədiyiniz üçün, səbriniz üçün çox təşəkkür edirəm. Çox sağ olun.